Thank you, Lord. Only you know whom to give something to in life and whom to remove. I have a request. Dear actress, honored artist of Azerbaijan, Naina Ibragimova. On November 27th, you celebrated your birthday, and I would like to extend my sincere congratulations and deep respect. Your talent, dedication, and years of work have made a meaningful contribution to the cultural development of Azerbaijan. Your name holds a distinguished place among the artists of our country. I wish you good health, inspiration, creative success, and bright, graceful days. May every new year of your life bring you respect, recognition, and only positive moments. With respect, Ruslan M. Baku. Hörmətli aktrisa, Azərbaycanın əməkdar artisti Naina İbrahimova. 27 noyabr tarixində siz öz doğum gününüzü qeyd etdiniz və mən sizə dərin hörmətimi və səmimi təbriklərimi çatdırmaq istəyirəm. Sənətə olan sədaqətiniz, istedadınız və uzun illər ərzində göstərdiyiniz əməyiniz Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə vermişdir. Sizin adınız ölkəmizin sənət xadimləri arasında xüsusi bir yer tutur. Sizə möhkəm sağlamlıq, ilham, yeni yaradıcılıq uğurları və nurlu, xoş günlər arzulayıram. Həyatınızın hər yeni ili sizə hörmət, dəyər və yalnız yaxşı hadisələr gətirsin. Hörmətlə, Ruslan M. Уважаемая актриса, заслуженная артистка Азербайджана Наина Ибрагимова. 27 ноября вы отметили свой день рождения. И я хочу выразить вам глубокое уважение и искренние поздравления. Ваш многолетний труд, талант и преданность искусству внесли значимый вклад в развитие культуры Азербайджана. Ваше имя по праву занимает особое место среди деятелей искусства нашей страны. Желаю вам крепкого здоровья, вдохновения, творческих успехов и светлых, благородных дней. Пусть каждый Новый год в вашей жизни приносит вам уважение, признание и только добрые события. С уважением, Руслан М.